Salam əziz dostlar, əziz izləyicilər. Ayın 22-sində, may ayının 22-sində Rəşad Şahbazovun, jurnalist Rəşad Şahbazovun məhkəmə prosesi idi. Mən qeyd eləmişdim ki, orada Oruz Cəlilov var. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin səlahiyyətləri bitmiş hakimi var. Adam yerə göyə sığmır, dəyərli dostlar. 22-sinə keçən məhkəmə prosesində mən onu gördüm, dəhşətə gəldim. Rəşad Şahbazova imkan vermir, ağzını açar, sən diyan, sən danışa bilmərsən, etiraz qəbul eləmir, vəsadət qəbul eləmir. Güya ki, Allah qoymasa açıq məhkəmə prosesi keçirilir. Həmən vaxtı məhkəmə prosesi təxirə düşdü. Bugün 25-də Rəşad Şahbazovun növbəti məhkəmə prosesi keçirildi, dəyərli dostlar. Yenə biz zala daxil ola bilmədik. Bu dəfə özündən qapalı məhkəmə prosesi təşkil elədi. Güclə, qırğınla, qiyamətlə Rəşad Şahbazovun etiraz ərizəsini qəbul elədi. Rəşad Şahbazov məhkəmə heyətinə etiraz elədi. Müdafiəçidən imtina elədi. Yenə aqressiv, yenə yerə göyə sığmır. Adam, qardaş, sən kimin sifarişini yerinə getirirsən? İbtidai istintaqın apardığı o qondarma ittihamı, qondarma istintaq əməliyyatlarını notarial qaydada təsdiq eləmək istəyir Oruz Cəlilov. İndi bu da Cəlilovdur, Rafiq Cəlilov da Cəlilovdur. İndi onu da nə məsələdir, necədir, onu adəti qurumlar özü araşdıra bilər. Ədalət müəllim buradadır. Rəşad Şahbazovun atası. Ədalət müəllim, xoş gördük sizi. Salam. Buyurun. Mən bununla ikinci dəfədir ki, hörmətli prezidentə müraciət edirəm. Mən Ədalət Şahbazov Adgözəloğlu, ixtisasca hüquqşünasam, Azərbaycan Yazıçılar İttifaqının üzvüyəm. Mən prezidentimə təkrar müraciət edirəm. Hörmətli prezident, Lənkəran Ağır Cinayətlər Məhkəməsində işə düzgün baxılmır. Bunun səbəbi məhkəmənin sədridir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədrinin işdən azad edilməsi barəsində mən sizə müraciət eləmişəm. Telegram da vurmuşam. Nəsə səsim eşidilmir. Bütün bunların başında məhkəmənin sədri durur. Hakimlərə göstəriş verir. Hakimlər onun göstərişinə işləyirlər. Haqq-nahaq oğluma iş vermək istəyirlər. Məhkəmənin sədrinin ikinci dəfə mən qəbuluna getdim ki, qəbulunda olum. Məni 4 saat, səhər saat 9-dan 12-yə qədər gözlətdi və mənə orada bildirdilər ki, məhkəmə hüzurə gedib. İndi bu yalan idi, doğru idi deyə bilmərəm, ancaq faktiki olaraq məni qəbul eləmədilər. Orada kimsə qəbul elədi və mən öz iradlarımı bildirdim ki, belə düzgün deyil. Məhkəmənin sədri iş vaxtı işdə olmalıdır. Bu məhkəmənin sədridir. Bura əhali gəlir, cəmaat gəlir, qəbul eləməlidir. Bunun üzrə getmək vaxtı, istirahət vaxtı ola bilər, başqa vaxt ola bilər. İş vaxtında onun ixtiyarı yoxdur. Konstitusiyanın pozur, dövlət qanunlarını pozur. Onun iş yerində olmaq əvəzinə gedir, hüzurlara gedir. Xahiş edirəm, o dəmir yumruğu onun başına vurasınız və onu bir dəfəlik bu Lənkəran Ağır Cinayət Məhkəməsinə rədd edəsiniz ki, qoy hüzurlara rahat gedə bilsin, yazılara rahat gedə bilsin. Bu adamla məhkəmə sədri ola bilməz. Dövlətin qanunlarına hörmət eləməyən, əhaliyə hörmət eləməyən bir adamla məhkəmə sədri ola bilməz. Hörmətli prezident, bu adamın arxası kimdirsə, möhkəm dayanıb. Xahiş edirəm, onu siz araşdıra bilərsiniz. Bunun adamı kimdir? Uzun illərdir Lənkəranda lövbər salıb, bu vəzifədən getmək istəmir, öz bildiyini eləyir, xalqı incidir, cəmaatı incidir, hətta qəbul da eləmir. Bu vəziyyət belə. Oruz Cəlilov haqqında nə deyərsin, hakimin haqqında? Bu niyə yerə göyə sığmır? Nə məsələdir? Oruz Cəlilov təsadüfi bir adamdır hakimlikdə. Əslində o hüquqşünaslıqda da təsadüfi bir adamdır. İndi nə vaxtsa nəsə olub. Bu işi düzgün aparmır. Ümumiyyətlə düzgün aparmır. Bu işi bir hakim kimi, yəqin ki, mənə hakimlər də baxar, digər hüquqşünaslar da baxar. Deməli, bunun apardığı iş belədir ki, o yalancı şahidlər zərər çəkənlərə məcbur eləyir ki, müstəntiqə verdiyiniz ifadəni təsdiq edin. Yoxsa sizdə cinayət işi qaldıraram. Hakim belə olmur. Məhkəmə o sözü deməməlidir. Məhkəmə deməlidir ki, zərər çəkən, siz məhkəməyə həqiqəti doğrunu deməyə borclusunuz. Bu cür deməlidir.
deməməlidir ki, siz müstəntiqə verdiyiniz ifadəni təsdiq edin, ifadəni təsdiq edin. Ona görə bu adam işini də bilmir, təsadüfi adamdır, hakimlik gelir, cəmaatı incidir, istədiyi kimi. Sədrlə eyni adamdılar. İndi Allah'a şükür bunu vaxtı bitdi. Yəqin ki, bitəcək, təmiz çıxıb gedəcək. Lənkəran Ağır Məhkəməsində, Cinayətlər Məhkəməsində bir də sədr qalır ki, onu da inşallah prezidentimiz götürər və bir azadlıq bəxş edir. Bir də Ədat müəllim, biz bilirik ki, Rəşad Şahbazovun məhkəməsi açıq məhkəmə prosesi keçirilir. Niyə bizi buraxmırlar məhkəməzə alınlar? Sizi, bizi niyə buraxmadılar bu günləri? Səbəb nədir? Səbəb odur ki, qurban olum, bu təzyiqdir. Rəşada təzyiqlər olur. Təzyiqlər olur. Həmin təzyiqin bir nümunəsi odur ki, bizi içəri buraxmırlar. Polislər pasport istəyir, açıq məhkəməsinə girmək üçün hamıdan. Bu düzgün hesab eləmirəm. Bu açıq məhkəmədir. Hər bir adam iştirak edə bilər. Lakin buna imkan vermirlər. Prokuror da susur. Prokuror məhkəmənin heç bir işinə qarışmır. Belə. Belə, dəyərli dostlar, orada qeyd elədik ki, Ədat müəllim dırnaq arası zərər çəkmişdə güya ki var. Təbii ki, onların bir qismi artıq bu işin içində mənə elə gəlir ki, yoxdur. Məndə olan məlumata görə onların bir qismi artıq geri çəkilirlər. Amma orada təxminən 3 nəfər adam qalıb. Onlardan biri də mən əlaqə saxlamışam. Fuad Xudaverdiyevdir. Onunla mən telefonla danışmışam. Təbii ki, Cəlilabad rayon İcra Hakimiyyətinin birinci müavini Qalib Xudaverdiyevin qardaşıdır. Mən ona bildirdim ki, sən bu çirkin işdən geri çəkil. İndi buradan da xahiş edirəm. Yəni, belə şeylərdə alət olmaq lazım deyil. Sən kiminsə həbsində niyə vasitəçi olmalısan? Fuad Xudaverdiyev və digər dostlara da deyirəm. Etməyin, eləməyin, özdə yazığınız gəlsin, övladlarınıza yazığınız gəlsin, nəslinizə, kökünüzə. Niyə qardaş, niyə siz alət olmalısınız Rəşad Şahbazovun həbsində? Nə üçün? Rəşad Şahbazov Cəlilabad rayonunun ən ucqar kəndlərində insanlar narahat edən problemlərdən danışıb. Hörmətli cənab prezidentə ictimai nəzarət olub. İllərdir rayonda olan problemləri malalayan, rayonun qanını zəli kimi sorulan o bəzi məmurları ifşa eləyib. Buna görə də mən hesab edirəm ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq. Mən bu məsələnin həllini birbaşa hörmətli cənab prezidentin göstərişində görürəm. Cənab prezident bu məsələyə öz xüsusi göstərişini verəcək. Bir gənci, bir ictimaiyyət nümayəndəsini, bir jurnalisti hansısa bir çirkin niyyətli məmura qurban vermək olmaz. Belə, dəyərli dostlar, yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun, sağ olun, sağlıqla qalın.